Qarabağ Ajax'ı məğlub etsəydi, Frankfurtla oyundan heç-heçəmiz olsaydı, Ajax'la da bir qələbəmiz, 4 Hə. xal, Liverpool'la oyuna biraz sakit çıxa bilərdik. Sonunda çox çətin oyunumuz var da bizim. Əslində doğrudan da çox yaxşı imkan düşmüşdü. İndi Frankfurtu biz mütləq mütləq məğlub udmalıdır. Amma unutmayaq ki, Frankfurtda yəni Barselona ilə başa-baş oynadı, düzdür, məğlub oldu, amma oyun göstərən komandadır, sürətli komandadır. Yəni təsadüfən Galatasaray 5 dənə gol vurmayıb. Çox çətin olacaq. Düşünürəm ki, ya 1-1 olsun, ya da ki 1-3 Frankfurt qələbə qazansın. Qollu heç-heçə gözləyirəm. 3-3 gözləmirəm, 1-1 də gözləmirəm. Belə 2-2 gözümdə mənim 2-2-dir. Yəni biz çox açıq oynayacağıq Frankfurta qarşı. Ümid edirəm ki, oyun bizə gülər. Çox vaxt diqqət eləmişəm, yağışlı havada zəif oynayır Qarabağ. Çünki yağış yağanda meydan ağır olur. Yəni futbolçular da hərəkət, yəni sürət aşağı düşür. Frankfurt, Ajax bunlar şimal ölkələrinə aiddir. Onlar üçün adi bir haldır. Rütubətli havada oynamaq öyrəşiblər. Onlar üçün adi bir haldır, yəni yağışda oynamaq. Yəni Qarabağ yağışlı havada 5 dənə oyunda oynayırsa, Frankfurt kimi komanda 15 dənə, 20 dənə Leysanlarda oynayırlar. Leysanda oynayırlar. Onlar üçün rahatdır elə bir futbol. Oydan mahnı var. Yağma yağış, yağma yağış. Bu gün mən Görüşə tələsirəm. döyüşə tələsirəm. Döyüşə tələsirəm. Yağma yağış, yağma yağış. Yağış.